Salam hörmətli müəllimlər. Bildiyiniz kimi Təhsil İnstitutu təhsil verənlərin sertifikatlaşdırma imtahanına dəstək məqsədi ilə ardıcıl vebinarlar təşkil edir. Bugünkü vebinarımız isə coğrafiya fənni ilə bağlıdır və artıq coğrafiya fənnindən 3-cü vebinarımızdır. Bugünkü mövzumuz yerin öz oxu və günəş ətrafında hərəkəti mövzusuna aiddir. Bu mövzu coğrafi məkan məzmun xəttinə aiddir və imtahanda coğrafi məkan məzmun xəttinə aid 14 sual nəzərdə tutulmuşdur. İndi isə suallara keçid edək. İlk sualımız 37 derece şərq uzunluğunda yerləşən məntəqə ilə 58 dərəcə qərb uzunluğunda yerləşən məntəqə arasında qurşaq vaxt fərqini hesablayın. Sualda məntəqə arasında qurşaq vaxt fərqinin hesablanması istənilir. İlk növbədə bu verilmiş meridianların yerləşdiyi saat qurşaqlarını və onların orta meridianlarını 37 dərəcə şərq uzunluğunun yerləşdiyi saat qurşağını tapmaq üçün 37 dərəcəni 15'e bölürük. Bildiyimiz kimi yer öz ətrafına dönən zaman 1 saate 15 dərəcə dönmüş olur. Və bu zaman alınır 2. 30 dərəcə çıxırıq. Qalır 7. Qalan qalıq 7,5 dərəcədən kiçik olduğu üçün verilmiş 2'ni götürürük. Deməli 37 dərəcə şərq uzunluğu 2-ci saat qurşağında yerləşir. İndi isə 58 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşdiyini təyin edirik. 58 dərəcə qərb uzunluğu yerləşdiyi saat qurşağını təyin etmək üçün eyni qayda ilə gedirik. 58'i 15'e bölürük. 3 dəfə düşür, 45 qalır. Çıxırıq və 13 qalıq qalır. Qalan qalıq 7,5 dərəcədən kiçik olduğu, böyük olduğu üçün üzrlə hesab edin. Böyük olduğu üçün alınan cavabın 3'ün üzərinə 1 gəlirik və 4 alınır. Amma bizdən burada 58 dərəcə qərb uzunluğu soruşduğu üçün alınmış cavabı, yəni 4-cü saat qurşağını 24'dən çıxırıq. Çünki qərbdə yerləşən saat qurşaqları 12 və 24 arasındadır. 24'dən 4 çıxırıq və 20-ci saat qurşağı. Deməli, 58 dərəcə qərb uzunluğu 20-ci saat qurşağında yerləşir. İndi məsələnin ikinci hissəsinə keçid edək. Biz 20-ci saat qurşağı ilə ikinci saat qurşaqları arasında qurşaq vaxt fərqini hesablayaq. Bildiyimiz kimi 20-ci saat qurşağının orta meridian 60 dərəcə qərb uzunluğu və ya bunu 20-ci saat qurşağı qərbdə yerləşir və orta meridian 60 dərəcə qərb uzunluğudur. 20-ci saat qurşağı və 37 şərq uzunluğu isə 2-ci saat qurşağında yerləşir. Bunlar arasında saat fərqini tapmaq üçün, yəni qurşaq vaxt fərqini tapmaq üçün 20-ci saat qurşağından 0-cı saat qurşağına qədər 4 saat, 0-dan 2-ci saat qurşağına qədər isə 2 saat zaman fərqi var. Cəmi isə 6 saat zaman fərqi var. Bu məsələyə biz başqa cür də yanaşa bilərik. Məsələn, daha rahat yolla necə edə bilərik? İlk növbədə 37 dərəcə şərq uzunluğuna ən yaxın 15'e bölünəni hesablayırıq. 37'ye ən yaxın 15'e bölünən meridian 30 dərəcəli şərq uzunluğu. Və 58'e ən yaxın 15'e bölünən rəqəm isə 60 dərəcə qərb uzunluğu. Biz 30 dərəcə şərq uzunluğu və 60 dərəcə qərb uzunluğu arasında zaman fərqini tapırıq. Biri şərqdə, biri qərbdə yerləşdiyi üçün toplayırıq 90 və 90'ı 15'e bölürük 6 saat. Deməli, doğru cavabımız 6 saat. Əgər bizdən yerli vaxt fərqini istəsəydi, bu zaman verilmiş meridianlara nəzərən zaman tapa bilərik. Yəni 37 şərq uzunluğu, 58 qərb uzunluğu toplayıb 15'e bölürük, qalan qalığı 4'e vurub dəqiqə çevirmək lazım idi. Yalnız bu məsələdə qurşaq vaxt fərqi istənildiyi üçün biz sadəcə arada olan qurşaq vaxt fərqini hesabladıq. Növbəti sualımız. Pekin 117 dərəcə şərq uzunluğunda yerləşir. Pekin şəhərinin yerləşdiyi saat qurşağı ilə Bakı şəhərinin yerləşdiyi saat qurşağı arasında ən az yerli vaxt fərqini hesablayın. İlk öncə Pekin şəhərinin yerləşdiyi saat qurşağını tapaq. Pekin 117 şərq uzunluğunda yerləşir. Eyni qayda ilə, yəni bundan əvvəlki misalda işlədiyimiz qaydadan eyni ilə istifadə edək. 117'ni 15'e bölürük. 7 dəfə düşür. Qalıq 12. Qalan qalıq 7,5 dərəcədən böyük olduğu üçün alınan 7'nin üzərinə 1 əlavə edirik. 8. Deməli, Pekin yerləşir 8-ci saat qurşağında. Bakının yerləşdiyi saat qurşağı artıq hamımıza məlumdur. 3-cü saat qurşağında yerləşir. Amma yenə də eyni qayda ilə hesablasaq, Bakının yerləşdiyi saat qurşağını tapmaq üçün 50 dərəcəni 15'e bölürük. 3 düşür. 45. Qalan qalıq
7,5 derəcədən kiçik olduğu üçün sadəcə 3'ü götürürük. Deməli, Bakı 3-cü saat qurşağında, Pekin şəhəri isə 8-ci saat qurşağında yerləşir. İndi isə məsələnin davamına baxaq. Bu saat qurşaqları arasında ən az yerli vaxt fərqini istədiyi üçün bu saat qurşaqlarının sərhədləri arasında vaxt fərqini hesaplamalıyıq. Deməli, Bakı 3-cü saat qurşağında yerləşdi. Pekin isə 20-ci saat qurşağında yerləşdi. Üzrlə hesab edin, 8-ci saat qurşağında yerləşdi. 3-cü saat qurşağının orta meridianı tapaq. 3-cü saat qurşağının orta meridianı tapmaq üçün 3'ü vururuq 15'e 45 dərəcə və 8-ci saat qurşağının orta meridianı 15'e vururuq 120 dərəcə şərq uzunluğu. Bu ikisi arasında ən az vaxt fərqini hesaplamaq üçün bunların sərhədini hesablayırıq. 3-cü saat qurşağının sərhədlərini tapmaq üçün orta meridianın üzərinə, yəni 45 dərəcənin üzərinə bir dəfə 7,5 dərəcə əlavə edirik. Alınır 52,5 dərəcə. Növbəti dəfə isə 7,5 dərəcə çıxırıq və 37,5 dərəcə alınır. Eyni ilə 8-ci saat qurşağını tapırıq. 120 dərəcə şərq uzunluğu orta meridiandır. Sərhədləri tapmaq üçün bir dəfə 7,5 dərəcə əlavə edirik. 127,5 və çıxırıq 112,5 dərəcə. Ən az vaxt fərqi bunların ən yaxın sərhədləri arasında hesablanır. Yəni, bu zaman 52,5 dərəcə şərq uzunluğu və 112,5 dərəcə şərq uzunluğu nəzərini hesablayırıq. Bu ikisi arasında dərəcə fərqini tapırıq. Hər ikisi şərq yarımkürəsində yerləşdiyi üçün 112,5 dərəcə, sağ 52,5 dərəcə, 60 dərəcə məsafə alınır və bunu saata çevirmək üçün 15'e bölürük. 4 saat zaman fərqi alınır. Deməli, doğru cavabımız 4 saat. Eyni ilə digər qaydadan istifadə edə bilərik. Yəni, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. 50 dərəcə şərq uzunluğu ən yaxın 15'e bölünən 45 dərəcə. 117 dərəcə şərq uzunluğu ən yaxın 15'e bölünən 120 dərəcə. Və yəni, 45 dərəcə ilə 120 dərəcə arasında orta meridianı tapandan sonra ikinci halda bunların sərhədlərini tapırıq və davam edirik. Növbəti sualımıza keçid edək. 4 yarımkürədə yerləşən saat qurşaqlarının orta meridianlar arasındakı yerli vaxt fərqini hesablayın. İlk öncə biz 4 yarımkürədə yerləşən saat qurşaqlarını təyin edirik. Bildiyimiz kimi 24 saat qurşağı var və 24 saat qurşağının 0-dan 12'ye qədər olanı şərq yarımkürəsində, 12'dən 24'e qədər olanı isə qərb yarımkürəsində yerləşir. Amma bəzi saat qurşaqları var ki, onlar həm şərq, həm qərb yarımkürəsində düşürlər. Başlanğıc meridianımız Greenwich meridianı bildiyimiz kimi və Greenwich meridianı 0 dərəcəli meridian həmçinin 0-cı saat qurşağıdır və ya 24-cü saat qurşağıdır. Misal üçün bir neçə nümunə göstərin. 1-ci saat qurşağı. 1-ci saat qurşağının orta meridianı 15 dərəcə şərq uzunluğudur. Sərhədlərini tapsaq, bundan əvvəlki misalda istifadə etdiyimiz qaydadan eyni ilə orta meridianın üzərinə bir dəfə 7,5 dərəcə əlavə edirik 22,5 və bir dəfə 7,5 çıxırıq 7,5 dərəcə. Gördüğünüz gibi 1-ci saat qurşağı şimal yarımkürəsində, cənub yarımkürəsində və tamamilə şərq yarımkürəsində yerləşdi. Deməli, 1-ci saat qurşağı sadəcə 3 yarımkürədə yerləşir. Eyni ilə 1-cidən 11-ci daxil olmaqla bu saat qurşaqların hamısı 3 yarımkürədə, yəni şimal, cənub və şərq yarımkürəsində yerləşmiş olacaq. İndi isə qərbdə olan bir nümunə göstərim. Məsələn, 20-ci saat qurşağının yerləşdiyi yarımkürələrə baxaq. 20-ci saat qurşağının ilk növbə orta meridianı tapaq. 24'dən 20'ə çıxırıq. 4 və 4'ü 15'ə vuruq, 60 dərəcə qərb uzunluğu. İndi isə sərhədlərini tapaq. Eyni qayda ilə bir dəfə 7,5 dərəcə əlavə edirik və 7,5 dərəcə çıxırıq. 52,5 dərəcə və 67,5 dərəcə. Gördüğümüz kimi 20-ci saat qurşağı da eyni ilə 3 yarımkürə düşdü. Yəni şimal, cənub və qərb yarımkürəsinə düşdü. Və hansı saat qurşaqları 4 yarımkürəyə düşür? Bu 0-cı saat qurşağı və ya 24-cü saat qurşağı, həmçinin 12-ci saat qurşağıdır. 0-cı saat qurşağının sərhədlərini tapsaq, orta meridian bildiyimiz kimi 0 dərəcə uzunluqdur. Sərhədlər isə şərq sərhəddi 7,5 dərəcə burada yazılıb artıq. 7,5 dərəcə şərq uzunluğu və qərb sərhəddimiz isə 7,5 dərəcəli qərb uzunluğu. Deməli, 0-cı saat qurşağı şimal yarımkürəsi, cənub yarımkürəsi, şərq yarımkürəsi və qərb yarımkürəsində yerləşmiş oldu. İndi isə 12-ci saat qurşağına baxaq. 12-ci saat qurşağına orta meridian 180 dərəcədir. Sərhədləri tapmaq üçün 180-dən 7,5 dərəcə çıxsaq, qərb sərhəddimiz 172,5 dərəcəli şərq uzunluğu, şərq sərhəddimiz isə 172,5 dərəcəli qərb uzunluğu etmiş olur. Yəni, digər yarımkürədə göstərə bilərəm.
Deməli, 12-ci saat qurşağı 4 yarımkürəyə düşdü. Şimal, cənub, şərq və qərb yarımkürəsi. Bu nəticəyə gəlir ki, 4 yarımkürəyə düşən hansı saat qurşaqları oldu? 0-cı və 12-ci saat qurşaqları. Və bunlar arasında yerli vaxt fərqi, 0 və 12 arasında yerli vaxt fərqi 12 saat edir. Həmçinin xəritədə bunu görə bilərik. 0-cı saat qurşağı diqqət etdiyiniz kimi Greenwich meridianı Londondan keçir, yəni Avropa, Afrikadan keçir, həmçinin 0-cı saat qurşağı şərq və qərbə düşür, şimal, cənuba düşür. Doğru cavabımız B bəndi 12 saat. Növbət tapşırığımız. 50 dərəcə cənub enliyinə günəş şüaları minimum bucaqla düşdüyü zaman 50 dərəcə şimal enliyinə hansı bucaqla düşər? İlk növbədə təyin etməliyik ki, 50 dərəcə cənub enliyinə günəş şüaları minimum düşdüyü zaman harada zenitdədir? Günəş şüaları minimum və maksimum düşmə bucağını hesablayarkən 23,5 dərəcə enlişlərdən istifadə olunur. Buna səbəb nədir? Çünki günəş yalnız tropik işıqlanma qurşağında zenitdə olur. Yəni, tropik işıqlanma qurşağı 23,5 dərəcəli şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasındakı məsafəni əhatə edir və günəş yalnız burada zenitdə olur. Və günəşin minimum düşmə bucağını hesablayan zaman həmin məntəqəyə ən uzaq zenitdə olduğu məntəqə nəzərə hesablanır. Misal üçün, 50 dərəcə cənub enliyinə günəş ən uzaq harda zenitdə olur? Təbii ki, 23,5 dərəcəli şimal enliyində. Deməli, günəş 50 cənub enli o vaxt minimum bucaqla düşür ki, günəş şimalda 23,5 dərəcə enlikdə zenitdə olsun. Məsələn, ikinci hissəsini keçid edək. Bu zaman 50 dərəcə şimal enliyinə hansı bucaqla düşər? 50 şimal enli günəşin düşmə bucağını tapmaq üçün ilk növbədə 50 şimal enliyi ilə günəşin zenitdə olduğu enlik arasında dərəcə fərqini hesablayaq. 23,5 şimal və 50 şimal. Bu ikisi arasında məsafəni hesablamaq üçün hər ikisi şimal yarımkürəsi olduğu üçün 50-dən 23,5 dərəcə çıxırıq və alınır 26,5 dərəcəli məsafə. Deməli, bu iki məntəqə arasında 26,5 dərəcə məsafə var. Və günəşin zenitdə olduğu məntəqə ilə digər məntəqələr arasında bucaq fərqini tapmaq üçün həmişə o məsafəni 90-dan çıxırıq. Çünki məntəqə nə qədər günəşdən uzaqdırsa, bucaq bir o qədər kiçik olmuş olur. 90 çarx 26,5, doğru cavab alınır 63,5 dərəcə. Doğru bəndimiz C bəndi. Növbət tapşırığımız. Tropik işıqlanma qurşağında yerləşən A məntəqəsinə günəş şüaların maksimum və minimum düşmə bucaqları arasındakı fərq 40 dərəcədir. Bu məntəqənin yerləşdiyi enliklə ona ən yaxın tropik xətti arasındakı ən qısa məsafəni müəyyən edin. İlk növbədə A məntəqəsinin harda yerləşdiyini diqqət edək. Tropik işıqlanma qurşağında yerləşən A məntəqəsi dediyi üçün, demək ki, A məntəqəsi 23,5 dərəcə enliklər arasında yerləşir. Yəni, 23,5 şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında yerləşə bilər. Günəş şüaları maksimum və minimum düşmə bucaqları arasındakı fərq 40 dərəcədir. Əgər bir məntəqə tropik işıqlanma qurşağında yerləşirsə, bu zaman bu məntəqəyə günəşin maksimum düşmə bucağı 90 dərəcədir. Çünki günəş tropik işıqlanma qurşağında zenitdə ola bilir və zenitdə ola bilirsə, burada maksimum düşmə bucağı 90 dərəcə olur. Deməli, artıq A məntəqəsinin maksimum düşmə bucağını təyin etdik 90 dərəcə. İndi isə minimum düşmə bucağına keçək. Maksimum və minimum arasındakı fərq 40 dərəcədir. Əgər maksimum minimum arasındakı fərq 40 dərəcədirsə, maksimum 90 olduğu halda 90-dan x-ə çıxırıq 40 dərəcə, x-imiz bərabərdir 50 dərəcə. Deməli, həmən məntəqəyə günəşin minimum düşmə bucağı 50 dərəcədir. İndi isə biz günəşin minimum 50 dərəcə bucaqla düşdüyü enliyi tapmalıyıq. Günəş hansı enliyə minimum 50 dərəcə bucaqla düşür? Biraz əvvəl qeyd etdim ki, günəşin maksimum və minimum düşmə bucağını hesablayan zaman tropik xətlərdən istifadə olunur, yəni 23,5 dərəcəli enliklərdən istifadə olunur. Günəş minimum hara 23,5 dərəcəyə düşür? Günəş şimal tropikində zenitdə olarsa, cənubda hər hansısa bir enliyə minimum bucaqla düşəcək. Şimalda hər hansısa bir enliyə isə maksimum bucaqla düşəcək. Yəni, maksimum bucağı hesablamaq üçün öz yarımkürəsini nəzərə hesablayırıq. Minimum bucağı hesablamaq üçün əks yarımkürə nəzərə hesablayırıq. İndi isə baxaq, 23,5 dərəcə şimalində zenitdə olan zaman, yəni 90 dərəcəli bucaqla düşən zaman, cənubda hansı enliyə 50 dərəcəli bucaqla düşər? İlk növbədə bu ikisi arasında fərqi tapırıq, 40 dərəcə. Deməli, bucaqlar arasında 40 dərəcə məsafə var. 23,5 dərəcə şimal enliyindən cənuba
40 dərəcə getdiyimiz halda, yəni cənubda 40 dərəcə məsafədə yerləşən məntəqə hansı məntəqə olar? 23,5 dərəcə çıxaq 40, mənfi 16,5, yəni 16,5 əks yarımkürə mənfi alındığı üçün, deməli, Günəş 16,5 dərəcə cənub enliyinə minimum 50 dərəcəli bucaqla düşər. Maksimum düşmə bucağı artıq bəlli 90 dərəcə və enlik tropiklər arasındaydı. Minimum isə 50 dərəcə, deməli, enliyimizi tapdıq. Artıq 16,5 dərəcəli cənub enliyi və ya şimal enliyi. Niyə cənub və şimal? Çünki burada tam demir, yəni məsələnin şərtində şimal və ya cənub olduğu deyilmir. Və bu məsələnin şimal olduğunu məsələdə şimal olduğunu hardan təyin edə bilərik? Məsələnin əksini etmə şərti ilə, məsələn, 23,5 dərəcə cənub enliyində zənətdə olduğu zaman şimalda hansı enliyi 50 bucaqla düşər? Bu zaman 16,5 dərəcə şimal enliyi alınacaq. İndi isə məsələnin ikinci hissəsinə keçirik. Məsələnin ikinci hissəsində bu məntəqənin yerləşdiyi enliklə, yəni 16,5 dərəcəli enliklə ona ən yaxın tropik xətti arasındakı məsafə, ən qısa məsafə. Ona ən yaxın tropik xətti 16,5 dərəcə cənub enliyi olduğu halda ona ən yaxın tropik xətti 23,5 dərəcəli enlik olur. Yəni cənub enliyi olur. Və bu ikisi arasında məsafəni tapırıq, alınır 7 dərəcə. 7 dərəcəni kilometrə çevirmək üçün 111-ə vururuq. Niyə 111-ə vururuq? Çünki meridian üzrə bilirik ki, 1 dərəcə məsafəmiz 111 kilometrə bərabərdir. 7-ni 111-ə vururuq və 7777 kilometr alınır. Doğru cavabımız Y bəndi. Növbəti tapşırığımız kompleks biliş və bacarıqları tələb edən bir tapşırıqdır. Burada həm limanlar, həmçinin yerin özü və günəş ətrafında hərəkətinə aid məlumatlar istənilir. Yerli vaxtda İskəndəriyyə limanının yerli vaxtından irəli olan və qış gün dönümü günü günəş şüalarının düşmə bucağının daha böyük olduğu limanları müəyyən edin. Biz ilk öncə İskəndəriyyə limanının yerini təyin etməliyik. Xəritəyə keçid edək. Bu xəritə 10-cu sinif dərsliyindən götürülmüşdür. İskəndəriyyə limanını gördüyümüz kimi Afrikanın şimalında, yəni Misirin Aralıq dəniz sahillərində yerləşir. Və bizə tapşırıqda nə istənilirdi? Yerli vaxtda İskəndəriyyə limanının yerli vaxtından daha irəli olan. İskəndəriyyə limanının yerli vaxtının irəli olması, İskəndəriyyənin təqribən meridianı çəkirik. Yəni İskəndəriyyə nəzərən daha şərqdə yerləşməlidir bu liman. Və qış gün dönümü günü günəşin daha böyük bucağı altına düşdüyü, yəni qış gün dönümü günəş cənub tropikində zenitdədir. Və cənub tropikinə məntəqə nə qədər yaxındırsa, günəş bir o qədər böyük bucağa düşər. Və İskəndər limanının enliyini təqribən göstərsək, bu göstərilən enliyə və uzunluğa nəzərən, yəni koordinata nəzərən, həmən məntəqə İskəndəriyyədən cənub və şərq hissədə yerləşməlidir. Yəni bu əraziyə düşən limanların hamısında günəş daha böyük bucaqla düşür və yerli vaxt daha irəlidir. İndi isə variantlara yenidən geri qayıdım. Birinci Singapur və Marsel limanı. Singapur və Marsel limanları yerini təyin edirik. Singapur limanı gördüyünüz kimi Cənub-Şərqi Asiya regionunda yerləşir və bu şərti ödəyir. Yəni günəş daha böyük bucaqla düşür və yerli vaxt daha irəlidir. Digəri isə Marsel limanı. Marsel limanı gördüyümüz kimi Fransada Aralıq dəniz sahilində yerləşir. Şərtləri ödəmir, çünki yerli vaxtı daha geridir. Həmçinin günəş daha kiçik bucaqla düşür. A bəndimiz doğru deyil. Növbətidə Tokyo və Dampir. Tokyo Yaponiya ərazisində yerləşir. Eyni ilə şərtləri ödəmir. Yəni B bəndi də yanlışdır. Həmçinin Dampirə baxaq. Dampirin yerini Dampir Avstraliyada yerləşir. Bu şərtlər ödəsə də Tokyo ödəmədiyi üçün B bəndimiz yanlışdır. C bəndi Xark və Kobe limanları. Xark limanı İran körfəzi sahilində yerləşir. Kobe isə yenə Yaponiya ərazisində və daha şimalda yerləşdiyi üçün şərti ödəmir. Santos və Tamba limanları. Santos Cənubi Amerika materikində Atlantik okeanı sahilində yerləşir və İskəndəriyyə nəzərən daha qərbdədir, yəni yerli vaxtı daha geridir, həmçinin şərti ödəmir. Növbəti bəndimiz isə Portland və Newcastle limanları. Portland limanı Avstraliyanın şimal-qərbində yerləşir, Hind okeanı sahilində. Newcastle limanı isə Avstraliyanın şərqində yerləşir, Sakit okeanı sahilində. Hər ikisi verilmiş şərti ödəyir, çünki hər ikisi cənub yarımkürəsində yerləşir. Bu zaman günəş daha böyük bucaqla düşür və İskəndəriyyə nəzərən daha şərqdə yerləşdiyi üçün günəş həmən məntəqəyə nəzərən yerli vaxt daha irəlidir. Deməli, tapşırığımızın doğru cavabı Y bəndi Portland və Newcastle limanları. Növbəti tapşırıq London şəhəri ilə 12 saat qurşaq vaxt fərqinə malik olan meridianın kəsdiyi materikləri müəyyən edin.
İlk növbədə London şəhərinin yerini təyin edək. London şəhəri bildiyimiz kimi Greenwich meridian üzərində yerləşir, yəni 0 dərəcəli meridianda yerləşir. Və 0 dərəcəli meridian hamıya məlumdur ki, 0-cı saat qurşağıdır. 12 saat qurşaq vaxt fərqinə malik olan məntəqə deməli 12-ci saat qurşağına düşür. Yəni 180 dərəcəli meridian bunun orta meridiandır. Qurşaq vaxtı istənildiyi üçün orta meridianları nəzərə yetirməliyik. 180 dərəcəli meridian. Bunu isə tapmaq üçün sadəcə 12-ni 15-ə vururuq. Biraz əvvəlki tapşırıqlarda artıq bunu işləmişdik. 12-ni 15-ə vururuq, 180 dərəcəli şərq uzunluğu alır. İndi isə xəritəyə nəzər yetirək. Hansı ərazilərdən 180 dərəcəli şərq uzunluğu keçir? Daha doğrusu 180 dərəcə uzunluq keçir. Bildiyimiz kimi bütün meridianlar qütblərdə birləşir. Yəni bütün meridianlar həm Şimal Buzlu Okeandan, həm Antarktidadan keçmiş olur. Yəni artıq 180 dərəcəli uzunluq Antarktida materikindən keçir. Və digər materikimiz isə Avrasiya materikidir. 180 dərəcəli meridian Avrasiyanın şimal-şərqindən, yəni Rusiya ərazisindən keçir. Sadəcə Avrasiya və Antarktida materiklərini kəsib keçir bu meridian. Demək ki, doğru cavabımız Avrasiya və Antarktida materikləri. Digər materiklərə nəzər yetirsək, Şimali Amerika tamamilə şimal və qərbə düşür. Yəni nə Greenwich, nə 180 dərəcəli meridian kəsmir. Cənubi Amerika materiki eyni ilə heç bir meridian, yəni 180 və 0 dərəcəli meridianlar kəsmir. 0 dərəcəli meridian isə Avrasiya materikini, Afrika materikini və Antarktida materiklərini kəsmiş olur. Növbəti tapşırığımız yenə kompleks biliş və bacarıqlar tələb edən bir tapşırıqdır. Bakı şəhərində yerli vaxtla 1 yanvar saat 02:40 olarsa, Bakıdan qərb istiqamətində yerləşən və yerli vaxtı 31 dekabr 23:04 olan məntəqənin yerləşdiyi ölkəyə aid olan fikirləri müəyyən edin. İlk növbədə bu məntəqənin koordinatını tapaq. Məntəqənin koordinatını tapmaq üçün birinci bu məntəqələr arasında saat fərqini tapaq. Deməli, Bakıda 1 yanvar saat 2:40-dır. Bildiyimiz kimi Bakının meridianın uzunluğu, yəni 50 dərəcə şərq uzunluğudur. Bakıda saat 02:40 olarsa, hansı məntəqədə 31 dekabr 23:04 olar? 31 dekabr olduğu üçün Bakı nəzərən daha qərbdə yerləşəcək. Həmçinin məsələnin şərtində məntəqənin daha qərbdə yerləşdiyi deyilir. Burada isə saat 23:04-dür. Bu iki məntəqə arasında zaman fərqini tapmaq üçün nə edirik? Burada artıq gün dəyişimi olduğunu görürük. Çünki qərbdə yerləşir və 31 dekabra keçib. 00 və ya 24:00-dan 2:40 arasında zaman fərqinə baxaq. 2 saat 40 dəqiqə zaman fərqi var. Və 23:04-dən 24-ə qədər olan zaman fərqinə baxaq. Burada isə 56 dəqiqə zaman fərqi var. Cəmi, yəni toplasaq birlikdə bu iki məntəqə arasında 2 saat 96 dəqiqə, yəni 3 saat 36 dəqiqə zaman fərqi var. 3 saat 36 dəqiqə zaman fərqini biz dərəcəyə çevirək. Yer 1 saat ərzində öz ox ətrafında 15 dərəcə dönür. Bəs 3 saat dönməsi üçün 3-ü vuruq 15-ə 45 dərəcəli məsafə qət etmiş olur. Və 36 dəqiqəni dərəcə çevirmək üçün 36-nı 4-ə bölürük 9 dərəcə. Və alınan cavabları toplayırıq. 54 dərəcə məsafə alır. Deməli, bu iki məntəqə arasında 54 dərəcə meridian fərqi var. Bakı 50 dərəcə şərq uzunluğu yerləşdiyini dedik. Bakıdan 54 dərəcə qərbdə yerləşən məntəqə, yəni Bakı ilə eyni enlikdə olmalıdır, çünki tamamilə qərbdə yerləşir. 50 şərq uzunluğundan qərbə doğru 54 dərəcə hərəkət etsək, biz çatırıq 4 dərəcəli qərb uzunluğuna. Deməli, bu məntəqənin koordinatı 40 dərəcə şimali, 4 dərəcə qərb uzunluğu. Və ya bu məsələyə başqa cür də yanaşa bilərik. 2 saat 40 dəqiqə ilə 23:04 arasında zaman fərqini tapmaq üçün 2:40-dan 23:04-ü çıxırıq. İki saat daha kiçik olduğu üçün buna bir gün əlavə edirik. Yəni 2 saatin üzərinə bir gün 24 saat əlavə etsək, 26:40-dan 23:04 çıxmış olur. Nəticədə eyni məsafə alınır. Yəni 3 saat 36 dəqiqə alınır və digər hissələr eyni şərtlə gedir. Deməli, aldığımız məntəqə nə oldu? 4 dərəcə qərb uzunluğu və 40 dərəcə şimali. İndi isə biz 4 dərəcə qərb uzunluğu və 40 dərəcə şimal enliyinin yerləşdiyi məntəqəni təyin etdik. 40 dərəcə şimalini bildiyimiz kimi Azərbaycanla eyni enlikdir və Azərbaycandan qərbdə yerləşən Aralıq dəniz sahilləridir. Madrid şəhərinə düşür, İspaniya ərazisinə. Variantlara edək. Yay ayları yağıntılı keçir. Bildiyimiz kimi İspaniya ərazisi, yəni Aralıq dəniz sahilləri, Aralıq dəniz iqlim tipi olduğu üçün, yəni subtropik iqlim qoşulan Aralıq dəniz iqlim tipidir və burada yay yox, qışı yağıntılı keçir. Birinci cavabımız yanlışdır. Şimali Avropa regionuna aiddir. Aralıq dəniz sahilləri Şimali Avropa yox, Cənubi Avropa regionuna aiddir.
İkinci bəndimiz də yanlışdır. Səhralar geniş yayılmışdır. Araq dənizi iqlim tipə hakim olan yerlərdə səhralar yox, cod yarpaqlı meşə və kolluqlar geniş yayılıb, yanlışdır eyni ilə. Ərazisi seismik cəhətdən aktivdir, doğrudur. Seismik cəhətdən aktivdir çünki Alp-Malay geosignal qurşağında yerləşir. İnkişaf etmiş ölkələr qrupuna aiddir. Doğrudur. İspaniya inkişaf etmiş ölkədir. Həmçinin inkişaf etmiş ölkələrin orta inkişaf səviyyəsinə aiddir. Monarxiya idarəetmə formasına malikdir. Doğrudur. İspaniya monarxiya idarəetmə formasına malikdir. Həmçinin biz burada xəritədə diqqət edə bilərik. Xəritədə 4 qərb uzunluğu 40 şimalın harda yerləşir? Gördüyünüz kimi bu Azərbaycan enliyidir və 4 dərəcə qərb uzunluğu Qrimitə çox yaxın ərazidir və Pireneya yarımadasına, yəni Madrid ərazisinə düşür. Biz burada Madridi tam olaraq təyin etməsək belə, məsələn, tapşırığın cavabı rahatlıqla çıxır. Çünki Araq dəniz sahillərində olduğunu biliriksə, yaylar yağıntı keçmədiyini bilməliyik artıq. Həmçinin Araq dənizi ətrafında, yəni Avropada səhralar yoxdur və Avropanın cənubi hissəsi, Araq dəniz sahilləri Cənubi Avropaya aiddir, Şimali Avropaya aid deyil. Tapşırığımızın doğru cevabı 4, 5, 6 B bəndi. Növbət tapşırığımız. Qrafikə əsasən A məntəqəsində günorta vaxtı müxtəlif tarixlər üzrə kölgənin uzunluğu verilmişdir. Buna əsasən məntəqə üçün yanlış fikri müəyyən edin. Biz ilk növbədə qrafikə baxaq. Qrafikdə bizə göstərilən nədir? Müxtəlif tarixlər göstərilib gördüyünüz kimi 21 martda kölgənin uzunluğu 3 metr. 22 iyunda 8, 23 sentyabrda 3, 22 dekabrda ise 0 metr. Burada bizim diqqət etməli olduğumuz məsələ 0 metr olduğu yerdir. Çünki kölgə nə vaxt 0 olur, buna diqqət etməliyik. Kölgənin 0-a endiyi vaxt günəşin zenitdə olduğu vaxtdır. Yəni günəş harda zenitdə olursa, həmən anda kölgə, hər hansı bir cismin kölgəsi 0-a enmiş olur. 22 dekabrda əgər bir cismin kölgəsi yoxdursa, deməli, bu məntəqə 22 dekabrda günəşin zenitdə olduğu ərazidədir. Və 22 dekabrda günəş cənub tropikində zenitdədir. Günəş cənub tropikində zenitdədir və deməli, həmən məntəqə də cənub tropikində yerləşir. Deməli, bizim nəticəyə gəlirik ki, məntəqəmiz 23,5 dərəcəli cənub enliyidir. İndi isə tapşırığın şərtlərini keçirdik. Birinci, yerləşdiyi paralel çevrəsinin orta fırlanma sürəti Ankara şəhərinin yerləşdiyi paralel çevrəsinin orta fırlanma sürətindən daha çoxdur. Bildiyimiz kimi yer kürəsi fırlanan zaman hər enliyin fırlanma sürəti fərqlidir. Ekvator, yəni ən böyük enliyimiz daha böyük sürətlə fırlanır, qütblər isə daha kiçik sürətlə fırlanır və ekvatordan qütbə doğru getdikcə fırlanma sürəti azalır. Ankara şəhərinin enliyi təqribən Bakı ilə eyni enlikdir, təqribən 40 dərəcə şimalini göstərək və 23,5 dərəcə cənub enliyi. Bu enlik, yəni 23,5 dərəcə cənub enliyi ekvatora daha yaxın olduğu üçün bunun fırlanma sürəti Ankara şəhərinin yerləşdiyi enliyin fırlanma sürətinə nisbətən daha böyükdür. Doğrudur birinci bəndimiz. İkinci, aqroiqlim ehtiyatı ilə zəif təmin olunmuşdur. Bildiyimiz kimi aqroiqlim ehtiyatı kənd təsərrüfatı üçün yararlı iqlim ehtiyatıdır və aqroiqlim ehtiyatını hesablayan zaman orta sualıq temperaturların cəmi hesablanır. Yəni 10 dərəcədən yuxarı sualıq temperaturların cəmi hesablanır və əgər bu rəqəm yüksək çıxırsa, göstərici yüksəkdirsə, bu zaman həmən məntəqə aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunmuş hesab olunur. Əgər kiçikdirsə, pis təmin olunmuş hesab olunur. Və tropik enliklər bildiyimiz kimi günəşdən çox böyük miqdarda istilik və işıq alır. Tropik enliklərdə il ərzində əsasən isti fəsillər müşahidə olunduğu üçün burada orta illik temperaturu yüksəkdir, həmçinin aqroiqlim göstəriciləri yüksəkdir. Yəni ikinci bəndimiz yanlışdır, zəif təmin olunmamışdır. Üçüncü, aid olduğu enlik coğrafi qütblərdən eyni məsafədə yerləşir. Dedik ki, 23,5 cənub enliyində yerləşir həmən məntəqə və 23,5 dərəcə cənub enliyi coğrafi qütblərdən eyni məsafədə yerləşmir. Çünki coğrafi qütblərə baxaq, 90 dərəcə cənub enliyi ilə 23,5 dərəcə cənub enliyi məsafəsini tapsaq, bu ikisi arasında fərq 66,5 dərəcə edir. Və şimal coğrafi qütbünə baxaq, şimal coğrafi qütbü ilə 23,5 cənub enliyi arasında məsafəni tapmaq üçün hər ikisini toplayırıq və 113,5 dərəcəli məsafədir. Deməli, bu yanlışdır. Eyni məsafədə yerləşmir. Yerləşdiyi enliyin dərəcə qiyməti Moskva şəhərinin yerləşdiyi enliklə eyni ola bilər. Moskva şəhərinin dəqiq koordinatını bilməsək də olar. Bildiyimiz kimi Moskva şəhəri Azərbaycan nəzərən daha şimalda yerləşir, həmçinin mülayim enlikdə yerləşdiyini bilirik və bizim tapdığımız məntəqə isə 23,5 dərəcə cənub enliyidir. Yəni, Moskva şəhəri ilə eyni ola bilməz, mümkün deyil. 5. Bakı şəhəri ilə eyni saat qurşağında yerləşə bilər.
Bu doğrudur. Niye? Çünkü burada biz məntəqənin sadece enliyini görürük. Biz məntəqənin uzunluğu hakkında məlumat almadığımız üçün, yəni heç bir fikrimiz olmadığı üçün bunu deyə bilərik ki, bəli, yerləşə də bilər, yerləşməyə də bilər. 6. Yerləşdiyi ölkədə ildə bir neçə məhsul götürmək imkanı var. Həmçinin bu da doğrudur, çünki biraz əvvəl qeyd etdim ki, bu yenişdə aqroiqlim ehtiyatları yüksəkdir. Həmçinin fəsillər zəif müşahidə olunur və əsasən isti fəsillərdir. Və burada bir neçə məhsul götürmək imkanı var, çünki il ərzində həm isti qış daha mülayim keçdiyi üçün məhsul götürülür, həmçinin yay ərzində, yay müddətində məhsul götürmək imkanı var. Tapşırığımızın doğru cavabı 2, 3, 4, çünki bizdən yanlış fikirlər istəyirdi. Növbət tapşırıq. Diaqramda 23 iyun tarixi üçün müxtəlif məntəqələrdə gündüzün uzunluğu verilmişdir. Buna əsasən doğru fikirləri müəyyən edin. İlk növbədə diaqrama nəzər yetirək. Gündüzün uzunluğu verilir və 22 iyun tarixi qeyd olunub. A məntəqəsində gündüzün uzunluğu təqribən 15 saat, B məntəqəsində gündüzün uzunluğu 8 saat, C məntəqəsində təqribən 17 saat, D məntəqəsində isə təqribən 13 saatdır. Və 22 iyun tarixi dediyi üçün bilirik ki, 22 iyun tarixində Günəş şimal yarımkürəsi zenitdədir. Yəni şimal tropik üzərində zenitdədir. Bu zaman şimal yarımkürəsi Günəşdən daha çox işıq və istilik, cənub yarımkürəsi isə Günəşdən daha az istilik və işıq alır. Və şimal yarımkürəsində olan məntəqələrdə gündüzün uzunluğu 12 saatdan daha çox, cənub yarımkürəsində yerləşən məntəqələrdə isə gündüzün uzunluğu 12 saatdan daha az. Yəni biz burada diqqət etməli olduğumuz məqam 12 saatdır. Çünki dedim ki, 12 saatdan daha çox olarsa bu şimal yəni gündüzün uzunluğu 12 saatdan daha çox olarsa bu şimal yarımkürəsində yerləşir. 12 saatdan daha az olarsa cənub yarımkürəsində yerləşmiş olur. Deməli, bu nəticəyə gələ bilərik ki, B məntəqəsi cənub yarımkürəsində yerləşir, digər məntəqələrimiz şimal yarımkürəsində yerləşir. Həmçinin bir şey də qeyd edim ki, ekvatordan qütblərə doğru getdikcə, daha doğrusu ekvatordan şimal qütbünə doğru getdikcə 22 iyun tarixində gündüzün uzunluğu daha da artır və şimal qütbündə, həmçinin şimal qütb işıqlanma qurşağında, yəni 66,5 dərəcəli enliklə 90 dərəcə enlik arasında qalan məntəqələrin hamısında qütb gündüzü müşahidə olmuş olur və qütb gündüzü olduğu halda burada 24 saat gündüz olmuş olur. İndi isə bəndlərə keçək. A bəndi. C məntəqəsi ekvatora daha yaxındır. Yanlışdır. Çünki biraz əvvəl qeyd etdim ki, ekvatorda təqribən gecə və gündüz uzunluğu 12 saata bərabərdir. Və 12 saata yaxın olduğu halda bu zaman daha yaxın olmuş olur ekvatora. Baxaq bu məntəqələr arasında D bəndi, D məntəqəsi ekvatora daha yaxındır, çünki 12 saata daha yaxındır. A məntəqəsinin yerləşdiyi paralel çevrəsinin uzunluğu D məntəqəsinin yerləşdiyi paralel çevrəsinin uzunluğundan daha çoxdur. Baxaq, A məntəqəsində gündüz 13 saat, 15 saat təqribən, D məntəqəsində isə təqribən 13 saat. Əgər gündüz 12 saata yaxındırsa, deməli bu ekvatora daha yaxındır. Deməli, D məntəqəsi ekvatora daha yaxındır. Və ekvatora yaxın paralel çevrilən uzunluqlar daha çox olmuş olur. Eyni ilə yanlışdır, çünki A məntəqəsi yerləşdiyi paralel çevrəsi daha qısa, D məntəqəsinin yerləşdiyi paralel çevrəsi daha böyükdür. C bəndi. B məntəqəsi qütb işıqlanma qurşağında yerləşə bilər. B məntəqəsi qütb işıqlanma qurşağında yerləşə bilər. Yanlışdır. Əgər qütb işıqlanma qurşağında yerləşsəydi, məsələn, cənub qütb işıqlanma qurşağında yerləşsəydi, bu zaman burada tamamilə gecə müşahidə olunacaqdı, yəni gündüz ümumiyyətlə müşahidə olunmayacaqdı. Həmçinin şimal qütb işıqlanma qurşağında yerləşsəydi, bu zaman 24 saat gündüz müşahidə olunmuş olmalı idi. Burada isə 8 saat gündüz olduğu üçün bu şərti ödəmir. D bəndi. C məntəqəsində gecə-gündüzün adi növbələşməsi pozula bilməz. C məntəqəsində 17 saat gündüz müşahidə olunur. Əgər ki, C məntəqəsində gecə-gündüzün adi növbələşməsi pozulsaydı, bu zaman 24 saat gündüz müşahidə olmuş olardı. Doğru bənddir bu, çünki 24 saatdan daha azdır. Yəni, həmən pozulması üçün qütb gündüzləri müşahidə olunmalıdır və qütb gündüzü isə 24 saat davam edir. G bəndi. B məntəqəsində qütb ulduzu kiçik bucaq altında görünür. Dedik ki, B məntəqəsi cənub yarımkürəsində yerləşir və cənub yarımkürəsində ümumiyyətlə qütb ulduzu müşahidə olunmur, çünki Polaris, yəni qütb ulduzu şimal yarımkürəsində yalnız müşahidə olunmuş olur. Doğru cavabımız D bəndi. Növbət tapşırıq. 80 dərəcə şimal enliyində qütb gündüzlərinin başladığı tarixə uyğun gələn xüsusiyyətləri müəyyən edin. İlk növbədə biz təyin etməliyik ki, 80 dərəcə şimal enliyində qütb gündüzləri hansı tarixdə başlayır?
80 derece şimal enliyində qütb gündüzlərinin başlama tarixi nə vaxtdır? Günəş 10 şimalda zenitdə olan zaman 80 derece şimal enliyində qütb gündüzləri başlayır. Deməli, bunu hansı qaydaya nəzərən edirik? 80 və 10-un cəmi 90 edir. Əgər Günəş misal üçün 15 derece şimalində zenitdə olursa, harda qütb gündüzü başlaya bilər? Qütb gündüzünün başladığı enliklə Günəşin zenitdə olduğu enliyin cəmi 90 derece etməlidir. Həmçinin eyni yarımkürədə yerləşməlidir. Yəni 15'də zenitdə olduğu zaman 75 derece şimal, 75 derece şimal enliyində qütb gündüzü başlamış olur. Və ya 10'da zenitdə olduğu zaman 80 derece şimal enliyində qütb gündüzü başlamış olur. Və şimal tropikində zenitdə olduğu zaman 66,5 derece şimal enliyində qütb gündüzü başlamış olur. Bu zaman 70 cənub enliyində qütb gecələridir. Yanlışdır, çünki 80 derece cənub enliyində qütb gecələri başlayır. Eyni ilə qütb gündüzləri necə tapdıqsa, qütb gecələri də eyni qaydayla tapılır. Amma burada fərq odur ki, əks yarımkürəli tapılır. Yəni 10 şimalda zenitdə olduğu zaman 80 cənubda qütb gecələri başlayır. Həmçinin bunu da cəmi 90 etməlidir, yalnız əks yarımkürəli. Deməli, gecəni tapdığımız zaman əks yarımkürəyə baxırıq, gündüzü tapdığımız zaman öz yarımkürəsinə baxırıq. Birinci cavabımız yanlışdır. 2. Günəş zenitdə olduğu məntəqə ilə Bakı şəhəri arasında ən qısa məsafə 50 dərəcədir. Deməli, Günəşin zenitdə olduğu enliyi tapdıq 10 derece şimal enliyi. Əgər Günəş 10 şimalda zenitdə isə Bakı şəhəri arasındakı ən qısa məsafə Bakının bilirik ki, 40 derece şimal enliyində yerləşir. 10 şimal və 40 şimal arasındakı məsafə 30 dərəcədir, yanlışdır. Əgər 10 cənub olsaydı, bu zaman 50 dərəcə olmuş olardı. Həmçinin ikinci bənd də yanlışdır. Üçüncü, şimal tropik xəttinə Günəş şüaları maksimum bucaqla düşür. Şimal tropik xəttinə bildiyimiz kimi Günəş zenitdə olur. Və Günəş zenitdə olursa, bu zaman bura maksimum düşmə bucağı 90 derece olmalıdır. Yalnız bu tapşırıqda Günəşin 10 şimal enliyində zenitdə olduğunu tapdığımız üçün, deməli, şimal tropiklə maksimum bucağa düşmür. Çünki Günəşin maksimum bucağa düşdüyü məntəqə 10 derece şimal enliyidir. Üçüncü də yanlışdır. Cənub qütbündə qütb gecələri müşahidə olunur. Doğrudur. Dedik ki, 80 cənub enlində artıq qütb gecələri başlayıb. Əgər 80 cənub enlində qütb gecələri başlayıbsa, yəni 80 cənub enlinin 90 cənub enlinə qədər olan bütün məntəqələrdə artıq qütb gecələri müşahidə olunmuş olur. Deməli, 4-cü bəndimiz doğrudur. 5-ci. Günəş şüaları ekvatora 80 dərəcəli bucaqla düşür. Eyni qayda ilə tapaq, 80 derece bucaqla hara düşür? Dedik ki, Günəş 10 şimalində zenitdədir. 10 şimalində zenitdə olan zaman ekvatora hansı bucaqla düşür? Günəş 10 şimalində zenitdə olduğu zaman ekvatora düşmə bucağını hesablayaq. Ekvatorla 10 şimal arasında 10 derece məsafə var. Və biraz əvvəl qeyd etdim ki, məntəqə Günəşin zenitdə olduğu enlikdən neçə dərəcə uzaqdırsa, bucaq bir o qədər kiçik olmuş olur. 10 derece məsafə olduğu üçün 90 çıxırıq, alınır 80 derece. Deməli, Günəş 80 bucağa düşür, 5-ci doğrudur. 6-cı, 20 derece şimal enliyində günorta vaxtı cisimlərin kölgə uzunluğu cismin öz uzunluğundan kiçikdir. 20 derece şimal enliyində 10 derece ilə 20 derece arasındakı məsafə 10 derecedir. Və deməli, 20 şimal enliyində Günəş 80 bucaqla düşür. Bildiyimiz kimi cisimlərin kölgə uzunluğu o vaxt öz uzunluğundan kiçik olur ki, Günəş ora 45'dən daha böyük bucaqla düşsün. 80 derece bucaqda 45 bucaqdan böyük olduğu üçün bu bənd doğrudur. Doğru cavabımız 4, 5, 6, yəni B bəndi. Növbət tapşırıq. 22 dekabr tarixində A məntəqəsində gün ərzində Günəş şüalarının düşmə bucağının dəyişmə qrafikinin düzgün verildiyi bəndi təyin edin. İlk növbədə 22 dekabrda Günəşin harda zenitdə olduğunu təyin edirik. 22 dekabrda göstərildiyi kimi A məntəqəsi 23,5 derece cənub enliyində yerləşir və 22 dekabrda həmçinin Günəş cənub tropikində zenitdədir. Cənub tropikində zenitdə olduğu üçün 22 dekabrda və məntəqədə cənub tropikində yerləşdiyi üçün bu məntəqədə Günəş 90 dərəcəli bucaqla düşür. İndi isə bəndlərə keçək. A bəndində səhər saatlarından başlayaraq günortaya qədər Günəşin düşmə bucağı artır və günortadan sonra isə diqqət edək. Günortaya qədər Günəşin düşmə bucağı artır, günortadan sonra sabit qalmağa başlayır. Yanlışdır. Çünki Günəş 90 dərəcə bucaqla düşməlidir ilk növbədə, ikinci isə günorta saatlarından sonra Günəşin düşmə bucağı artıq kiçilir. B bəndi. Günəşin düşmə bucağı
Akşam saatlarından günortaya doğru artır. Doğrudur. Sadece burada yanlış olan nedir? Dedi ki güneş hemen məntəqədə zenitdə olur və güneşin düşmə bucağı 90 derece müşahidə olunmalıdır. Yalnız burada 90 dereceye çatmır güneşin düşmə bucağı, yanlışdır. C bəndi tamamilə gün ərzində 90 derece göstərib, bir məntəqədə gün ərzində güneş 90 derece bucaqda düşə bilməz. D bəndi güneş akşama doğru getdikcə düşmə bucağı artır güneşin. Bu ise yanlıştır. Həmçinin Y bəndi doğru cavabdır. Çünki səhər saatlarına, yəni gecə yarıdan günortaya doğru güneşin düşmə bucağı artır. Həmçinin 90'a çatır və günortadan sonra gecəyə doğru yenidən güneşin düşmə bucağı azalmağa başlayır. Doğru cavabımız Y bəndi. Aralarında yerli vaxt fərqinin ən az olduğu məntəqələri müəyyən edin. Yerli vaxt fərqini tapmaq üçün bildiyimiz kimi meridianlar arasındakı ən qısa məsafəyə baxırıq. İndi isə bunu bəndlərlə işləyək, çünki belə tapşırıqlarda bəndlərlə işləmək daha rahat olur. A bəndi birinci və üçüncü məntəqələr. İlk növbədə birinci və üçüncü məntəqə arasında yerli vaxt fərqini hesablayaq. 1 və 3 arasında 1 və 3-cü məntəqə arasında yerli vaxt fərqini hesablamaq üçün bunlar arasında ən qısa məsafəni tapırıq. 155 dərəcəli qərb uzunluğu ilə 155 dərəcəli qərb uzunluğu ilə 170 dərəcəli şərq uzunluğu arasında ən az yerli vaxt fərqi nə qədərdir? 180 bildiyimiz kimi Qrimviçə nəzərini hesablasaq əgər böyük məsafə çıxacaq, biz ən qısa məsafəni tapmalıyıq. 180-dən 155-ə qədər 25 dərəcə məsafə, 170-dən 180 dərəcə uzunluğa qədər isə 10 dərəcə məsafə var. Deməli, arada cəmi 35 dərəcə məsafə olmuş olur. Deməli, birincidə 35 dərəcəli məsafə olmuş olur. İkinci bəndə baxaq. 2 və 4. İkinci, dördüncü. 5 dərəcə şərq uzunu, 15 dərəcə qərb uzunu. Bir şərq, bir qərb olduğu üçün toplayırıq. Eyni ilə burada göstərsək əgər 5 dərəcə şərq uzunu, 15 dərəcə qərb uzunu. Biri şərq yarımkürəsində, biri qərb yarımkürəsində yerləşdiyini toplayırıq. Arada 20 dərəcə məsafə var. Növbəti ikinci və beşinci. 5 dərəcə şərq uzunu və 30 dərəcə şərq uzunu. Hər ikisi şərq yarımkürəsində olduğu üçün çıxırıq. Arada 25 dərəcə məsafə var. Dördüncü və beşinci 15 qərb uzunu, 30 dərəcə şərq uzunu. Hər ikisi fərqli yarımşar olduğu üçün toplayırıq 45 dərəcə. Və üçüncü və altıncı 170 şərq uzunu və 140 şərq uzunu. Bunlar isə məsafəni tapmaq üçün yenə çıxırıq 30 dərəcə. Ən qısa alınan 20 dərəcə. Deməli, doğru cavabımız B bəndi 2 və 4. Diqqətinizə görə çox sağ olun. İmtahanda iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayıram. Ümid edirəm bu webinar sizin üçün yararlı olur.